İllərdir burger çörəyini bu reseptlə hazırlayıram. Əgər dediyim qaydalara əməl etsəniz, o qədər ideal bir burger çörəyiniz alınacaq ki, artıq burgeri hazırlayanda da dadına doymayacaqsınız. Mağazada 6 ədəd burger çörəyi 7-8 manata satılır. Evdə özünüz hazırlasanız daha qənaətli və ləzzətli olacaq. 2 ədəd yumurta, 100 ml süd, 1 çay qaşığı duz, 1 yemək qaşığı quru maya, 1 çay qaşığı şəkər sosunu qarışdırın. Kənarda 1 stəkan südü isidin, amma qaynatmayın. Üzərinə 1 yemək qaşığı un əlavə edib bir bulamaç halına gətirin. Həmin bulamacı digər qarışımla qarışdırın. Üzərinə 4 stəkan yarım su əlavə edin. Unu az əlavə edin. Ununuzu mütləq əliyin. Xəmir yoğurduqdan sonra üzərinə 2 yemək qaşığı kərə yağı əlavə edin və belə hamar bir xəmir yoğurun. Ələ yapışmamalıdır. Xəmiri 2 saat mayalandırın. Mayalandıqdan sonra xəmiri biraz yoğurun. Yoğurmasanız maya qoxusu gələcək. Gündələrimizi də hardasa 40-50 dəqiqə mayalandırmalısınız. Üzərini örtün, mütləq mayalanmalıdır. Əgər mayalanmasa çörəklər bişən zaman çatlayacaq. 1 yumurtanın sarısı ilə 1 yemək qaşığı südü qarışdırıb üzərinə çəkin. Üzərinə sonda ağ küncüt əlavə edin. Öncədən istinmiş 200 dərəcəli sobada hardasa 20-25 dəqiqə bişdi. Gələn videoda ideal burger necə hazırlanır, sousu necə olur, onu sizə göstərəcəm. Hələlik.